Naxçıvan şəhər icra hakimiyyətində 8 noyabr Zəfər günü münasibətilə qazilərlə görüş keçirilib. Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Cabbar Musayev qaziləri Zəfər günü münasibətilə təbrik edib, onların göstərdiyi igidlik və fədakarlığın xalqımız üçün qürur mənbəyi olduğunu bildirib. Qeyd olunub ki, 44 günlük vətən müharibəsində əldə olunan tarixi qələbə Müzəffər Ali Başkomandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan ordusunun gücü və xalqımızın birliyi nəticəsində mümkün olub. İcra hakimiyyətinin başçısı vurğulayıb ki, bugün qazilərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Vurğulanıb ki, Zəfər günü ərəfəsində Naxçıvan şəhərində şəhid ailələrinin ziyarəti təşkil olunub. Bu ziyarətlər dövlətin şəhid ailələrinə və qazilərə olan daimi diqqət və qayğısının bariz nümunəsidir. Qazi Mayor Elçin Allahverdiyev dövlətin qazilərə və şəhid ailələrinə göstərdiyi yüksək qayğıdan bəhs edib, bu diqqətin onlarda böyük ruh yüksəkliyi yaratdığını bildirib. Sonra digər vətən müharibəsi iştirakçıları çıxış edərək döyüş xatirələrini bölüşüb, həmin günlərin xalqımızın birliyi və qəhrəmanlığı ilə yadda qaldığını qeyd ediblər. Belə görüşlərin qazilər üçün mənəvi dəyərinin yüksək olduğu vurğulanıb, göstərilən qayğı və diqqətə görə dövlətimizə minnətdarlıq ifadə edilib. Sonda qazilərə hədiyyələr təqdim olunub.